Qarabağ Heydər Əliyev üçün xüsusi əhəmiyyət daşıyırdı. O, hələ Sovet dövründə istər ölkəmizə rəhbərlik edərkən, istərsə də Moskvada çalışarkən Qarabağın inkişafına çox böyük diqqət və qayğı göstərib. Həmin dövrdə Şuşa şəhərində geniş miqyaslı quruculuq işlərinin aparılması və şəhərin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. O, qaçqın və məcburi köçkünlərə xüsusi bir diqqət göstərirdi, qayğı göstərirdi. Hətta onun Cəbrayılda biz xatırlayırıq ki, qaçqın şəhərciyində bir Cəbrayıllı ailənin toy məclisində iştirak edirdi və orada da yenidən özünün bu fikirlərini bildirdi. Və Ulu Öndərin bu missiyasını, qarşısına qoyduğu məqsədi də Cənab Prezident növbəti mərhələdə davam etdirdi. İşğaldan azad olunan rayonlarda geniş miqyaslı tikinti quruculuq işlərinə start verilib. Qısa müddətdə rayon mərkəzində və bir sıra kəndlərdə həyat yenidən bərpa olunub. Müasir infrastrukturun yaradılması istiqamətində ardıcıl layihələr icra edilir. Təkcə Cəbrayıl rayonunda 10.000 kvadrat kilometr ərazidə çox böyük işlər görülüb. Bugün çox sevindiricidir ki, Cəbrayılda rayonun mərkəzində çox gözəl bir məktəb inşa olunub. Mehdi Mehdisadə adına Horovlu kəndində gözəl bir məktəb inşa olunub. Bugün Şükürbəyli məktəbi artıq hazırdır. Yaxın vaxtlarda Sultanlı məktəbi hazır olacaq. İşğaldan azad olunmuş rayonlarımızda böyük qayıdış proqramı çərçivəsində həyat yenidən canlanır. Amma dirçələn təkcə yaşayış deyil, həm də mənəviyyatımız, ruhumuz, mədəniyyətimizdir. Xarı Bülbül festivalında mən orada iştirak edirdim də ifaçı kimi. Orada axırda, konsertin axırında Ulu Öndərin kadrları getdi və o deyildi ki, biz mütləq qayıdacağıq. Mütləq və bir bütün rayonları sayır və hamımız kövrəldik. Cənab Prezident də kövrəldi, hamımız. Çünki necə, hansı bir irad olmalıdır ki, siz, o 95-ci ili idi, ümidimiz yox idi. Hamımız bizə qarşı. Amma o belə çıxış elədi ki, biz hamımız inandırdı ki, torpaqlar mütləq qayıdacaq və qayıtdı. Həyatın dirçəldiyi digər əsas rayonlarımızdan biri də Ağdamdır. 2025-ci il dekabrın 25-də Ağdam şəhərinə ilk köç baş tutub. İlkin mərhələdə 103 ailə 403 nəfər doğma yurduna geri qayıdıb. Hazırda isə Ağdam şəhərində 660 ailə 2411 nəfər məskunlaşıb. Ağdam tarixi abidələri ilə məşhur bir şəhərdir. İmarət Tarix Memarlıq Muzeyi kompleksi Qarabağın, eləcə də Azərbaycanın ən mühüm tarixi memarlıq abidələrindəndir. İmarət kompleksi işğaldan azad olunduqdan sonra Cənab Prezidentimizin tapşırıqlarına əsasən burada həm yerli mütəxəssislər tərəfindən, həm də xarici mütəxəssislər tərəfindən restavrasiya işləri aparılmışdır. Əlbəttə ki, əvvəlki tarixi orijinallığı qorunmaqla burada restavrasiya bərpa işləri həyata keçirilmişdir. Və bura gələn ziyarətçilər üçün burada hər cür şərait də yaradılmışdır. Burada yeni texnologiyalar da quraşdırılmışdır. Həmin o yeni texnologiyalar nəticəsində bura gələn ziyarətçilər bələdçi olmadan İmarət kompleksi haqqında ətraflı olaraq və buranın tarixi haqqında məlumatlar da əldə edə bilərlər. Ağdam Sənaye Parkı ölkənin ən iri sənaye zonalarından biri olmaqla yanaşı, Ağdam və ümumilikdə regionun iqtisadi inkişafında mühüm rol oynayır. Ağdamı xüsusi qeyd etməyimizin səbəbi var. Çünki Ağdam 1-ci Qarabağ müharibəsi dövründə ən çox şəhid verən şəhərimiz olub. Qafqazın Xirosiması adlandırılıb. Lakin bütün bunlar Azərbaycanın ən qanlı tarixinin səhifələrində və yaddaşımızda qalıb. Artıq Qarabağda, Ağdamda, Xocalıda həyat yenidən canlanır, dirçəlir. Ağdam Sənaye Parkı qısa müddət ərzində yaradılmasına baxmayaraq artıq regionun iqtisadi mərkəzinə çevrilmişdir. Eyni zamanda regionun sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Ölkə başçısı Müzəffər Ali Başkomandan bütün tarixi günləri, hətta öz doğum gününü belə Qarabağda qeyd edir. 30 ilə yaxın doğma yurt həsrəti çəkən, yenidən doğma torpaqlarına qayıdan Qarabağın əzəli və əbədi sakinlərinin ətrafında. Hər birinin gözündə sevinc olan bu insanlar özlərinə yeni həyat qurur. Onların səhiyyə, təhsil ehtiyacları təmin olunur. Yeni iş yerləri açılır. Fabrikimiz Ağdam Sənaye Parkında 2.5 hektarlıq ərazidə fəaliyyət göstərir. Əsasən təhlükəsizlik ayaqqabıları və poliuretan çəkmələr istehsal edirik. Fabrikimiz hazırda 2 növbə üzrə işləyir.
və istehsal gücümüz günlük təxminən 1200-1300 cüt ayaqqabıdır. Fabrikimizdə 70-dən artıq əməkdaşımız çalışır və bunların 90%-dən artığı keçmiş məcburi köçkünlərdən ibarətdir. Zavodumuzda belə deyim 0,4 kilovatlıq, 10 kilovatlıq, 35 kilovatlıq elektrik transformatorları, yuvalar istehsal olunur. İstehsal olunan avadanlıqlarımız çox bir hissəsi Qarabağın yenidən qurulmasında istehsalata verilir. Hətta müəyyən ölkələrə, xarici bazarlara, 3 ölkəyə, Türkiyə Cümhuriyyəti, Özbəkistan Respublikası, Qazaxıstan Respublikasına satışa çıxarılır. Qarabağ həm də Ulu Öndərin uzaq görən siyasətinin nəticəsidir. Böyük qayıdış isə bu nəticənin şahəsəridir.